63 nömrəli suala baxırıq. Mətnin məntiqi təhlili mövzusuna aid bir sualdır. Deyir ki, biri alma, biri heyva, biri nar yemiş 3 dənə şəxs var. R, P, T. Kimin nə yediyini soruşanda R deyir ki, özü alma yeməyib. Yəni deyir ki, mən alma yeməmişəm. T deyir ki, mən nar yeməmişəm. P da deyir ki, T nar yeməyib. Və deyir, həmin 3 nəfərdən ikisi həmişə yalan danışır, biri həmişə doğru danışır. 2 yalan, 1 doğru. İndi deyir ki, kimin nə yediyini tapın da. Yəni deyir, bu məlumatın əsasında kimin nə yediyini tapın. Mən də bilirəm ki, deməli, cümlələri oxuyanda gördüm ki, T deyir, mən nar yeməmişəm. P da deyir ki, T nar yeməyib. Yəni, T ilə P eyni cümləni qurur da. T deyir ki, mən nar yeməmişəm. Yəni, T özünü deyir. Yəni, T deyir ki, mən nar yeməmişəm. P da deyir, T nar yeməyib. Bir dənə eyni cümlə var, bir dənə fərqli cümlə var. Burada deyir ki, 2 yalan, 1 doğru. Deməli, onlar yalan danışır da. Çünki mən əgər onların birinin dediyini doğru götürsəm, o biri də doğru olur. Oldu 2 doğru. Amma bizə 2 yalan, 1 doğru lazımdır. Deməli, məcburən, avtomatik onlar yalan danışmış olur. R doğru danışmış olur. Gəlirəm buraya yazıram R, P, T. T demiş ki, nar yeməmişəm. Əgər yalan deyirsə, deməli nar yeyib də. T deməli nar yeyib. Narla işimiz bitdi. Nar vardı, alma vardı, heyva vardı. Narı sildim. R nə deyirdi? R doğru danışır. Deyir, mən alma yeməmişəm. Alma yeməyibsə nə yeyir? Narı silmişik də. Alma var, heyva var. Deməli, R heyva yeyib. Onda P-ya da qaldı alma. Bu qədər sadə. R heyvadır, P almadır, T da nardır. Cavab oldu A variantı.